Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ramazan ayının bağlı Ayətullah Sistani, Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi ağalarının rəylərinə əsasən bəzi fətvaları siz əzizlərin diqqətinə çatdırırıq. Bu məsələlərdən biri də orucluq ayında iynə vurdurmaq məsələsidir. Ayətullah Sistaninin rəyinə əsasən fərqi yoxdur. Əgər şəxs iynəni damarına vurdurar, yaxud əzəliyə vurdurar, vurdurduğu iynə qida xarakterli olarsa və yaxud qida xarakterli olmazsa, hər bir halda vurulan iynənin orucu batil eləməsinə səbəb olmayacaq. Ayətullah Xameneinin rəyinə əsasən isə, əgər iynə damara vurularsa və yaxud iynə qidalandırıcı xarakter olarsa, bu zaman ehtiyata əsasən bundan çəkinməlidir. Oruc tutan şəxs Ramazan ayında bu vasitələrdən, iynə vasitələrindən istifadə etməlidir. Amma iynə qida xarakterli olmazsa və yaxud damara vurulmazsa, əzəliyə vurularsa, bu halda orucu batil eləməyəcək. Ayətullah Məkarim Şirazi ağanın rəyinə görə isə, əgər iynə fərq etməz qidalandırıcı xarakteri olsun və yaxud qidalandırıcı xarakteri olmasını əzəliyə vurularsa, bu zaman oruca mane törətməyəcək. Ancaq iynə damara vurularsa, bu zaman icazəli deyildir. Vəssalamu aleykum və rəhmətullah.